Uşaqlar, bu gün gəldik. Gəlin birinci gəl gözü sözlər işlədik. Başlayaq. Ben senden oturmak istedim. Ben çok güzel. Başlayaq. Tek bunu. Başlayaq. Başlayalım. Başlayaq. Bugün sen de geldin. Bugün sen yaşlı değilsin. Gördünüz? Qəlbimizdə belə bu şəkildə. Hər bir söz bu qəlbimizi bu şəkildə qırır. İndi başlayaq gözəl sözlər istifadə edelim. Başqa? Ben senden oturmak istedim. Aha, sən nə bilirsən? Sen de ben. Sən də mənə eylənirəm. Ben Geriyə qayıtdı. Əvvəlki kimi olduğu gəl. Əvvəlki kimi demə. Bəli. Bugün necə görüşürük? Əvvəl daha gözəl idi, düzdür gəl. Daha parlaq idi, qırışlar yox idi. İnsanın qəlbində belə fikirləşən çox var. Yaxşı sözlər işlətdikcə eyni şəkildə qalır. Amma qəlbi bir dəfə qırdınsa, əvvəlki şəklinə qaytarmaq mümkün deyil, görürsünüz. Nə qədər də istəsə bərpa edə bilməyəsiniz bu qəlbi. Düzdürmü? Nə eləsə rizalmıyadır. Ona görə də çalışmalı etməyiniz. Bəli, bir-birinizin qəlbini qırmayasınız. Bir-birinizə qarşı gün ərzində xoş sözlər istifadə edəsiniz. Bu sizdən heç nə aparmayacaq. Amma gününüzü, həm öz gününüzü, həm də qarşınızdakı insanın, ola bilər müəlliminizin, ola bilər yoldaşınızın, ola bilər sinif yoldaşınızın gününü gözəlləşdirəcəksiniz. Pozitiv keçən hər bir an bizim həyatımıza gözəl bir ab-hava qatar. Bundan sonra nə edirik? Və necə sözlər istifadə edirik? Xoş sözlər, bəli. Birinci xoş sözdə mən sizə deyim, bugün hər biriniz çox gözəl görünürsünüz. Bugün inanıram ki, hər biriniz dərsə hazırlıqlı gəlmisiniz. Bir yerdə çox gözəl və əyləncəli bir gün keçəcək.